Sizcə bu toz soran bütün bunların öhdəsindən gələ biləcəkmi? Əslində bu toz soranı aldığım günü açıb videosunun çəkilişlərini edib paylaşmışdım. Və bu toz soranı artıq 2 həftədir ki istifadə edirəm. Bu 2 həftə ərzində sizinlə təəssüratlarımı paylaşmaq istədim. Və bilirsiniz ki, səhifəmdə nəyi paylaşıramsa, bu mənim özümə aldığım real məhsullar olur. Özümə rəva bildiyimi təbii ki, sizlərlə də paylaşmaq istəyirəm ki, əziz xanımlar, siz də bu məhsullardan yaralanasınız. Deməli, bu Xiaomi-nin naqilsiz işləyən həm siləni, həm də toz soranıdır. Su qabına təmiz su doldururuq. Yaxşı olar ki, bütün elektrik məhsullarına filtr suyu istifadə edəsiniz. Enerji yığması üçün bir balaca gözləyirəm və sonra isə xanım qızı buraxıram öz işinə. Və nəzərinizə çatdırmaq istəyirəm ki, isti döşəmə olduğu üçün yumurta artıq döşəmədə demək olar ki, bişib. Əlbəttə ki, zarafat edirəm, bişməsə də, amma yumurta isti döşəmədə təbii ki, quruyur və bu da bizim xanım qızın işini biraz çətinləşdirir. Amma buna baxmayaraq yerdəki ərzaqların hamısını demək olar ki, yedim. Bundan sonra onun əskisini yumağa qoydum. Artıq ikinci dəfə təmizləyəndə döşəməni gül kimi etdi. Olmağına döşəməm par-par parıldadı, amma bunu heç kimə məsləhət görmürəm, çünki 2 gün yumurtanın iyi dəhlizdən getmədi. Xanımlar, özünüz bilirsiniz ki, biz mətbəxdə iş görəndə, yemək bişirəndə döşəmə necə tez kirlənir. Məndə isə ada ilə mətbəxin arasında bu hissə tez-tez kirləndiyi üçün gətirib 5 dəqiqədə bununla təmizləyirəm. İnanın ki, bu toz soran mənim canımı qurtarıb. Küncü, bucağı bununla təmizləmək çox rahatdır. Belə vəziyyətlərdə də robot qızımı da tez-tez narahat etmək istəmirdim, özüm silirdim. Ona görə də inanın mənə ki, bütün şvabralarımı yığışdırıb götürmüşəm, qoymuşam bir kənara. Öz fırçası var, yuyub təmizlənməsi də çox rahatdır. Bu toz soranı Sədərək Ticarət Mərkəzində yerləşən İdeal Electronics-dan əldə etmişəm. Və bütün məişət avadanlığını çox münasib qiymətə məhz bu mağazadan əldə edə bilərsiniz. Toz soranı isə endirimdədir, qiymətini eşidəndə şoka düşəcəksiniz.